Gəlin Jeffrey Epstein işi ilə bağlı yayımlanan sənədlərdə adı hallanan məşhur futbolçulara qısaca nəzər salaq. Deməli, ABŞ Ədliyyə Nazirliyi mərhum maliyyəçi Jeffrey Epsteinə aid külli miqdarda sənədi ictimaiyyətə açıqladı. Yəni, yüksək profilli şəxslər üçün cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunan adamdan söhbət gedir. Bəs bu sənədlərdə futbol dünyası üçün nə var? Gəlin 3 əsas məqama baxaq. Birincisi, qarşımıza iki çox tanış ad çıxır. Fransa millisinin sabiq ulduzları Frank Ribery və Karim Benzema. Və bilirsiniz, bu onların adlarının belə bir qalmaqalda ilk dəfə hallanması deyil. İkincisi, Ribery'yə qarşı iddialar daha konkret və açığı ciddidir. Sənədlərdə onun və vəkili Sulvan Kormyerin adları 14 yaşlı qızlarla bağlı hadisələrdə çəkilir. Hətta deyilir ki, vəkil futbolçunun istəyi ilə zorakı hərəkətlərə də yol veribmiş. Benzemanın adı da baxın, elə bu vəkil vasitəsilə sənədlərdə peyda olur. Və nəhayət üçüncüsü, bəlkə də ən vacibi. Bütün bunların hələlik sadəcə iddia olduğunu yadda saxlamaq lazımdır. Yəni, adların sənədlərdə keçməsi hələ rəsmi ittiham və ya məhkəmə qərarı demək deyil. Həm də unutmayaq ki, hər iki futbolçu 2014-cü ildə oxşar ittihamlardan Fransa məhkəməsində bəraət almışdı. Bir sözlə, yeni sənədlər keçmişdə bəraət almış bu iki futbolçunun adını yenidən ciddi bir qalmaqalın mərkəzinə gətirsə də, bunların hələlik heç bir hüquqi nəticəsi olmayan iddialar olduğunu anlamaq vacibdir.